Redemaxda belə bir kolonları necə yaratmaq olar? Kolonlarımızı dəqiq ölçüdə yaratmaq üçün birinci sirklı yaradırıq, radiusunu 20 edirik. Radiusu plane-də dəqiq ölçü ilə görmək üçün açara klik edirik və measure. Burada bizim shape-imizin ölçüsü görsənir. Biz plane-imizi bu ölçüdə yaradacağıq. 125, 663. Hündürlüyü isə 160. Plane-in üzərinə floor generator modifikatorunu əlavə edirik. İstədiyimiz ölçüləri verə bilirik. Bu plane-i kolona çevirmək üçün floor generatorun üzərinə bend modifikatorunu əlavə edirik. Angle-da bizim dönmə bucağımızda 360 dərəcə və oxumuzu seçirik. X oxu üzrə artıq 360 dərəcə bizim plane-imiz fırlanır. Pivotumuzu mərkəzləşdiririk və align aləti ilə kolonumuzu circle-ın tam ortasına yerləşdiririk. Kolonumuzun alt və üst hissəsini eləmək üçün circle-ı seçirik. Üzərinə sweep modifikatorunu əlavə edirik. Use custom selection və belə bir formamız var. Pick formanın üzərinə və kolonumuz hazır. Bu üsuldan istifadə edəndə hər an kolona müdaxilə edə bilirik. Plane-imizi seçirik. Floor generatora keçəndə taxtalarımızın enin, hündürlüyün, baskasını dəyişə bilirik və ölçümüzü dəyişə bilirik. Plane-ə keçəndə hündürlüyünü dəyişə bilirik və enini dəyişə bilirik. Digər formalarda eyni üsulda yaranır. Bu floor generatorun digər formasıdır. Bu kolonda floor generatorun üzərinə chamfer modifikatoru əlavə olunub. Növbəti kolonumuz eyni bu kolondan da sadəcə üzərinə turbosmos modifikatoru əlavə olunub. Modifikator haqqında dərslərimiz YouTube kanalımızda geniş izah olunur. 3D qrafikanı öyrənmək istəyirsənsə kanalımıza abunə ol. Yeni dərslərimizi qaçırma.